Uşaqlıq yolun qaşınırsa, qızarıbsa, süd rəngində axıntıların, pis qoxun olursa, idrarını edəndə yanma, göynəmə, münasibət zamanı quruluq və ağrı çəkirsənsə, mənə diqqətlə qulaq as, çünki sən uşaqlıq yoluna düşmüş göbələyin ilkin aşamasındasan və bu həyazan təbliğidir. Çünki qarşısını almasan, vəziyyət ağırlaşacaq və ciddiləşəcək. Necə almalısan? Ekrandakı ürəyi qızart və videonu kayd elə. Çünki sənə lazımdır. Yaxınlaş apteka Kandivak Şam al. Kandivak Şamı axşam yatmamışdan əvvəl uşaqlıq yoluna qoyub yatırsan. Antiseptik və antifungal təsirinin köməyi ilə göbələyin əlamətlərini aradan qaldırır. Bu kimi problemlərə son qoyur. Üstəlik uşaqlıq yolunun selektrik şahsını nəm saxlayaraq bu tipli problemlərin, yəni göbələyin inkişafını dayandırır, yaranmasını önləyir. Ölkənin bütün apteklərində var. Olmasa əczaçılarımızdan xahiş edin Kandivak Şamı zakas verib gətirsinlər. Və məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə hər mövzuda qalan əczaçınız balaoğlanla hər zaman sağlam qalasınız.